Hər kəs salam dostlar, hər vaxtınız xeyir olsun. Bugün sizə Amerikanın növbəti ştatından salamlarımı çatdırıram. Əziz kanalımın izləyiciləri, Amerikadan və Azərbaycandan məni izləyənlər. Bugün sizə Chicago-nu istəyirəm göstərim və bir balaca Chicago haqqında danışım. Gəlin keçək indi isə videoya. Let's go. Ladies and gentlemen, welcome to Chicago. Behold the breathtaking skyline and dazzling night views as we soar above the iconic building. Deməli, deyimlərlə Chicago ya Chicago, necə istəyirsiniz elə də bilin. Amma biz bugün buradayıq və sizə Millennium Parkdan başlayırıq çəkilişi çəkib göstərməyə. Hal-hazırda isə gözəl bir gün batımına şahidlik eləyirik. Chicago'dan bu tərəfdən gəlib insanlar daha çox şəkil çəkirlər. Mən də istədiyim elə bu fürsətdən yararlanıb sizə Chicago'nun Millennium Parkını göstərim. Təsəvvür edin ki, New York'un necə Central Parkı, Boston'un necə Common Parkı varsa, canım Boston. Chicago'nun da bax elə Millennium Parkı var. Bostonlara salam olsun bu aradan. I am from Massachusetts, brother. Bu arxamda gördüyümüz abidə Chicago'nun rəmzlərindən, yəni simvollarından sayılır. Adı Cloud Gate'dir, amma bir çox adam buna lobiya deyir. Cloud'dan lobiya bilmirəm niyə. 2006-cı ildən də burada var. Nə qədər mənasız olsa da bir o qədər maraqlıdır. İnsanlar gəlir, şəkil çəkdirir. İndi biz də gelirik dostlarla onun altında şəkil çəkdirməyə. Bu fürsəti əldən vermək olmazdı. Chicago'nun əsas özəlliklərindən biri, yəni tanınmasının səbəbindən də biri Route 66-dır. Tanıdığınız o məşhur 66 rutu məhz bax bu Chicago'dan başlayır və tam Kaliforniyada yekunlaşır. Deməli, bu qədər göydələnin olmağı Chicago üçün çox xüsusidir. Yəni, Amerikada və dünyada ilk qəbul olunan göydələn Chicago'da inşa edilibdir. Düzdür, 10 mərtəbə yoxsa ondan biraz çox olubdur, amma ona ünvan verir ki, ilk göydələn Chicago'da yerləşir. Chicago ilə inanmayacaqsınız, amma Bakı şəhərinin oxşarlığı var. Bunlardan biri də adıdır. Yəni, küləklər şəhəri. Düzdür, Bakıda buna uyğun olaraq, yəni Bakıda külək çox olduğu üçün küləklər şəhəri deyirlər, amma Chicago'dakı küləklər şəhərini bir balaca pis mənada deyirlər. Yəni, 1800-cü illərdə siyasətçilərin yalandan danışdığı üçün bu şəhərə Chicago'ya siyasətçilərinə görə küləklər şəhər adı veriblər. Yəni küləklədiklərinə görə. Düzdür, bir balaca külək hiss olunur, amma siyasətçilərini bilmirəm, yalançı olaram. Miqrantlardan danışmaq istəyirəm. Bura əsas da 2-ci Dünya müharibəsindən sonra Polşa vətəndaşları, yəni Polşalı olan miqrantlar köç eləyir. Hal-hazırda sayları 1 milyondan çoxdur və Polşalı miqrantların böyük bir cəmiyyəti var burada. İkinci növbədə deyərdim ki, Qırğızistan vətəndaşları, yəni Qırğızlar burada çoxdur. Təbii ki, hər yerdə olduğu kimi, yəni Hindistanlar, Asiyalar o təbii ki var və öz məhəllələri var, Chinatownları falan var. Amma özbəklərin də burada bir balaca çoxluğu təşkil eləyir. Azərbaycanlılara qaldıqda isə deməzdim ki, bir o qədər, yəni Boston qədər, New York qədər Azərbaycanlılar var, amma var. Eşidirik ki, biznesmenləri də var, yəni kasıb uşaqları da var. Kasıbın da qədasını alın, varının da qədasını alın. Əsas burada olan işlərdən yenə də bütün ştatlarda olduğu kimi bizim millətin işi kuryerli, taksili və tır işidir. Ümid edirəm bir gün hər birinin bir özünə aid bankı, sığortası, yəni bu kimi bir biznesləri olar. Downtown'un tam mərkəzində Donald Trump'ın babası və atasının qoyduğu böyük bir miras var Donald Trump'a. Onlardan biri də budur, bu ərazilərdir. Trump Tower, hamının o məşhur gəlib şəkil çəkdirdiyi yerdir. No problem. Deməli, bu arxamda gördüyünüz binanı mənim özümdən asılı deyil. Polşadakı o bir bina var, mərkəzdə olan. Bax, ona oxşadıram. Hamının gedib qabağında şəkil çəkdirdiyi
Polşada ən məşhur binaya oxşadıram. Hamının o qabağında gəlib şəkil çəkdirdi və başqa bir yerin olmadığı binaya oxşadıram. Bəlkə də bunu da Polşalılar tikib, amma bilmirəm. Bu arada da videomuzu like eləməyi unutmayın. Arxamda görmüş olduğunuz çay Chicago çayıdır və sahil boyu restoranlar, bax bu uzun binalar yerləşir və ildə bir dəfə yaşıl rəngə boyanır. Bunun da səbəbi Müqəddəs Patrik Day, yəni günü olmağı ilədir. Bütün çay başdan başa yaşıl rəngə boyanır və gözəl bir mənzərə ortaya çıxır. Buranı da harasa oxşadıram. Mingəçevir uşaqlarına salam olsun. Burada Mingəçevirin o Kür çayına oxşayır. Chicago'ya gəldiyiniz zaman sizi bax əminliklə deyirəm ki, Chicago çayının sağında da solunda da şəkil çəkdirəcəksiniz. Bax buradan da gözəl bir mənzərə düşür. Mühəndislərin yəni gördüyü ən gözəl işlərdən biridir. Gördüyünüz kimi hər yer Amerikadır. Hər yer Chicago. Bu qədər uzun binaların New York kimi, Boston kimi təsir verməsə də Chicago'nun həqiqətən də ayrı bir abu havası var imiş. Əgər Amerikadasınızsa bir gün mütləq gəlib ziyarət eləməyinizi məsləhət bilərdim. Chicago tarixi haqqında istəyirəm sizə bir balaca maraqlı da olsa məlumat verim. Bu gördüyünüz gözəl şəhər 1871-ci ildə oktyabr ayının 8-dən 10-na qədər yanıbdır. Şəhərin 4də 3-ü tamamilə yanıb və bu gördüyünüz göydələnlər, daha sonra isə oda davamlı tikililər, bax bu hadisədən sonra inşa edilmişdir. Hadisənin hekayəsi isə çox gülməli olsa da, müfik də olsa, bəzi insanlar deyir ki, Chicago'da bu hadisə bir balaca tövlədə inəyin ayağı ilə lampanı samanlara salmağı ilə başlayıb və bütün şəhəri daha sonra alovlar bürüyüb. Şəhərin 4də 3-ü yanmışdır. Bu böyük bir itki deməkdir. 3 gün yanmadan davam edən bu yanğını isə təbiətin hadisəsi, yağışlar sona çatmağına kömək olmuşdur. Hətta onu da deyim ki, bu hadisə ilə əlaqələndirirlər və yaxud da əlaqələndirmirlər. Chicago Bulls, yəni komandasının inək şəkli, bax bu inəklə də əlaqələndirənlər var. Chicago bu arada böyük bir idman klubuna ev sahibliyi eləyir. Chicago Bulls, hansı ki Michael Jordan'dan tanıdığımız 1900-cü illərdən sonra 6 dəfə NBA çempionu olmuşdur. Chicago haqqında bu qədər. Zəhmət olmasa kanalıma abunə olub videoları da like eləyərsiniz. Növbəti videolarda görüşərik. Özünüzdən müğayət olun.